Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Salam dəyərli izləyicilər. Bugünün əsas xəbərləri diqqət çəkir. Ölkədə yeni təyin olunan nazir müavininin kimliyi müzakirə olunur. O tanınmış şəxsin oğludur. Paralel olaraq yeni maaş modeli hazırlanır və bu dəyişikliklərin pensiyalara da təsir edəcəyi gözlənilir. Üstəlik şad xəbər, 28 mindən çox şəxsin maaşı artırılacaq. Oxu, ən son yeniliklərdən xəbərdar ol. Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyevə yeni müavin təyin edilib. Oxu 24com xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, Rəşad Müsəllimoğlu Həsənov nazir müavini vəzifəsinə təyinat alıb. Qeyd edək ki, Rəşad Həsənov bu təyinatadək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müşaviri vəzifəsində işləyib. Məlumatı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən təsdiqləyiblər. Beləliklə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavinlərinin sayı 6-ya çatıb. Modern AS saytına məlum olub ki, Rəşad Həsənov tanınmış jurnalist, senarist, Azərbaycanın əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovun oğludur. Qeyd edək ki, Müsəllim Həsənov son illər ictimai televiziyada nümayiş olunan sənədli filmlər silsiləsinin müəllifi və aparıcısı kimi tanınıb. Rəşad Həsənov 1987-ci ildə Şəmkir rayonunda doğulub. 2004-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb. 2009-2010-cu illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Glasgow Universitetində İqtisadi və Maliyyə sektorlarının idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb. 2012-2016-cı illərdə Avstraliyanın Deakin Universitetində doktorantura təhsili alıb, İqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi əldə edib. 2010-2012-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında iqtisadçı vəzifəsində çalışıb. 2012-2018-ci illərdə Avstraliyanın Maliyyə Nazirliyində iqtisadçı və baş iqtisadçı vəzifələrində işləyib. 2018-2021-ci illərdə Aya Universitetində iqtisadiyyat üzrə baş müəllim vəzifəsində çalışıb. 2018-2020-ci illərdə Dünya Bankının Avstraliyadakı ofisində məsləhətçi və makroiqtisadçı vəzifələrini tutub. 2020-2021-ci illərdə BMT-nin rezident əlaqələndiricisinin Azərbaycan ofisində iqtisadçı olub. 2021-2026-cı illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müşaviri vəzifəsində çalışıb. 2026-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini təyin edilib. İngilis və rus dillərini bilir. Ailəlidir. Azərbaycan Prezidenti İlham Əliyev dövlət sektorunda əmək haqlarının tənzimlənməsi ilə bağlı bir neçə fərman imzalayıb. Sənəd dövlət idarəçiliyində aparılan institusional islahatların davamlılığını, dövlət qulluğunda əmək haqqı sisteminin daha təkmilləşdirilməsini və eləcə də optimal və balanslı şəkildə həyata keçirilməsini nəzərdə tutur. Əmək haqqı sisteminin təkmilləşdirilməsində əsas məqsəd dövlət qurumlarında maaşların müəyyənləşdirilməsində vahid və sistemli yanaşmanı həyata keçirməkdir. Bu maaşların optimillaşdırılaraq artırılmasına səbəb olmaqla yanaşı, dövlət qurumlarında şəffaflığın daha da yüksəlməsinə və qərarların qəbulunda çevikliyin artmasına gətirib çıxaracaq. Eyni zamanda dövlət qulluğuna ixtisaslı kadrların daha yaxından cəlb edilməsinə və məşğulluqda sektoral rəqabətin güclənməsinə də səbəb olacaq. Son əmək haqqı artımları kimlərə şamil ediləcək? Oxu 24com xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycan Prezidenti tərəfindən imzalanan son sənədlərin dövlət qulluqçularının, dövlət qulluğunun inzibati və yardımçı vəzifələrində çalışanların, dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin və eləcə də bir sıra digər dövlət qurumlarının əməkdaşlarının maaşlarına təsir göstərəcəyini deyib. O bildirib ki, bu onların əmək haqlarında artımlar ilə müşahidə ediləcək. Kərimlinin sözlərinə görə, maaşların sabitləşdirilməsi pensiya sisteminə də müsbət təsir göstərə bilər. Maaşların sabitləşməsi nəticəsində pensiya fonduna daxil olmaların daha stabil və ehtimal ki, daha yüksək olması gözlənilir. Bu isə həm sistemin özü, həm də gələcək pensiya təminatı baxımından əhəmiyyətli müsbət təsir kimi qiymətləndirilə bilər.
Yeni qanunvericilik aktları çərçivəsində dövlət qulluğunda maaş sisteminin dəyişdirilməsi texniki xarakter daşısa da, ümumilikdə müsbət təsirlərlə qiymətləndirilir. Yeni model maaşların daha şəffaf və aydın şəkildə formalaşmasına, hesablamaların sadələşməsinə və müqayisə imkanlarının genişlənməsinə şərait yaradır. Bu sözləri Axar Azə açıqlamasında iqtisadçı Xalid Kərimli dövlət qulluğunda əmək haqqı sistemində aparılan dəyişikliklərdən danışarkən deyib. O bildirib ki, əvvəlki sistemdə maaşlar müxtəlif əlavələr, iş şəraiti, staj və digər amillər əsasında formalaşırdı. Yeni yanaşmada isə bu əlavələr sadələşdirilərək daha aydın, müqayisə oluna bilən və rahat hesablanan vahid bir sxemə salınır. Bu baxımdan dəyişiklik müsbət qiymətləndirilir. Hazırda dövlət qulluqçuların sayı 27.360 nəfərdir. Onların 8.283 nəfəri qadınlardır. Dövlət qulluqçularının ən çox çalışdığı 7-ci təsnifat üzrə inzibati vəzifələrdir. 12.751 nəfər. Dövlət qulluğunun yardımçı vəzifələrində isə 6.058 vətəndaşımız çalışır. Dövlət qulluqçularının ən az çalışdığı təsnifat isə 4-cüdür. Bu təsnifat üzrə cəmi 1014 vətəndaşımız çalışır. Göründüyü kimi, əmək haqqlarının təkmilləşdirilməsi dövlət qulluğunda çalışan 27.360 vətəndaşımıza şamil olunacaq. Bir sıra digər dövlət qurumlarında çalışanların da maaş sistemi təkmilləşdirildiyi üçün, bu islahat daha çox vətəndaşımız əhatə edəcək. Deputat yeni sistemin üstünlüklərindən də danışıb, əlavələr və mükafatların ləğvi maaşlara vahid yanaşmaya imkan verəcək. Bu eyni zamanda ölkə üzrə orta aylıq əmək haqqı məbləğinə də təsirsiz ötüşməyəcək. Digər tərəfdən, vahid əmək haqqı sistemi daha çox pensiya kapitalının toplanmasına da imkan verəcək. Əmək haqqı sisteminin təkmilləşdirilməsi bank və maliyyə məhsullarına əlçatanlığı da artıracaq. Hazırda dövlət sektorunda çalışan vətəndaşlarımız sayı 861,4 min nəfərdir. Ölkə üzrə ən yüksək əmək haqqı mədənçıxarma sənayesindədir. 3787 manat. Ən aşağı maaş isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda qeydə alınıb. Bu sektorda əmək müqaviləsi ilə çalışan vətəndaşlarımızın orta aylıq əmək haqqısı 687 manatdır. Dövlət idarə etməsi, müdafiə və sosial təminatda çalışanların orta aylıq maaşı isə 1434 manatdır. Dövlət Statistika Komitəsinin son məlumatına əsasən, dövlət qulluqçularının orta aylıq maaşı 1971 manatdır. Son islahatdan sonra bu məbləğdə xüsusi artımların olacağı gözlənilir. Bütövlükdə Azərbaycan Prezidentinin imzaladığı son fərmanlar dövlət idarə etmə sistemində aparılan islahatların daha da dərinləşməsinə xidmət edəcək.